Salam dəyərli müəllimlər. Bu günlər sizlər üçün müsahibədə səsli sual və cavabların səsli izahını çəkəcəm. Deməli, dəyərli müəllimlər, birinci sualımız belədir ki, şagirdlər özlərini qiymətləndirməsini təşkil etmək üçün ilk olaraq nə etməliyik? Yəni, şagird özünü qiymətləndirməsi üçün. Belə bir sual düşsə cavab verəcəyik ki, şagirdlər özünü qiymətləndirməsini doğru və effektiv tətbiq etmək üçün ilk növbədə aydın obyektiv qiymətləndirmə meyarlarını müəyyənləşdirmək lazımdır və şagirdlərə izah etmək lazımdır. Yəni, şagird nəyi, necə, hansı standartlara əsasən qiymətləndirəcəyini dəqiq bilməlidir. Qiymətləndirmə rubriklərini, məsələn, yoxlama siyahısını öncədən şagirdlərə təqdim etmək lazımdır. Sonra şagirdləri səhv etməkdən çəkinməyin, özünüzü obyektiv dəyərləndirə bilən, təhlükəsiz və dəstəkləyici mühit üçün formalaşdırmaq lazımdır. Sonra müəllim özü ilk olaraq özünü qiymətləndirmənin necə aparıldığını nümunə olaraq şagirdlərə bildirməlidir. Sonra ikinci sualımız belədir ki, sizcə hər dərs şagird özünü qiymətləndirməni təşkil etməliyikmi? Elə biz hər dərs şagirdə özünü qiymətləndirmə təşkil etməliyikmi? Bu suala belə cavab verərik ki, xeyr, hər dərs formal şəkildə geniş, məsələn, özünü qiymətləndirmə keçirmək məcburi və yaxud da məqsəd uyğun deyil. Yəni, özünü qiymətləndirmə dərs vaxtı həddindən artıq dərsin vaxtını alır və mexaniki vərdişə çevrilməməlidir. Hər dərsdə sadəcə qısa reflektiv üsullardan, məsələn, 3-2-1-dən, çıxış kartlarından, yəni çıxış biletlərini dərsin sonunda istifadə etmək lazımdır. Sonra geniş miqyaslı özünü qiymətləndirmə və yaxud da rubriklər üzrə dəyərləndirmə müəyyən bölmələrin sonunda, layihə işlərində, mürəkkəb tapşırıqlarda təşkil edilməlidir. Sonra belə bir sual düşsə ki, əgər sizə ən çox sevdiyiniz və təşkil etdiyiniz iş forması hansıdır? Desələr, müsahibənin qaçılmaz sualıdır. Belə cavab verərik ki, deməli, mənim ən çox üstünlük verdiyim və təşkil etdiyim iş forması cütlərli iş formasıdır, bir də qruplarla iş formasıdır. Cütlərli iş forması bütün şagirdləri aktiv saxlamağa, qarşılıqlı öyrənməyə, əməkdaşlıq etməyə imkan verir, utancaq şagirdlərlə özlərini daha rahat ifadə edə bilirlər. Cütlərlə bilirsiniz də, iki şagirdin bir-birinə qarşılıqlı empatiya qurması, əməkdaşlıq qurması, qruplarla işləyirsə, komanda ruhunda, böyük problemlərin birgə həll bacarığında, məsələn, kritik təfəkkürdür, liderlik fəaliyyətinin keyfiyyətini inkişaf etdirir qruplarla da. Amma sonda belə bir söz də deyərsiniz ki, bizim üçün hər bir iş forması, məsələn, fərdidir, cütlərlədir, qrupla, bütün siniflə iş, hər birisinin öz yeri var. Yəni, dərsin məqsədindən asılı olaraq biz təlim formalarını düzgün seçməliyik və inteqrasiya